Hələ orasını demirəm ki, bunlar 30 il millətə dedilər ki, və Elçi bəy ona görə getdi ki, bir əvvəl deyirdilər ki, qardaş qırğınına, vətəndaş müharibəsinin qarşısını almaq üçün getdi. Sonra dedilər ki, Elçi bəyin öldürəcəkdilər, nə bilim, dəfn komissiyası yaranmışdı İmam Mustafayev zat o vaxt belə. Hə, ona görə getdi, hə, yəni həyatına təhlükə var idi. 30 ildən sonra çıxdılar, dedilər ki, yox, bəlli oldu ki, bunlar Elçi bəyə təhlif ediblər ki, gəl, İsa Qəmbər Ali Sovetin sədri ola, həm də Elçi bəy onu müdafiə naziri təyin edir və ondan sonra da Elçi bəy özü məzuniyyətə çıxır. Uzun vədəli məzuniyyətə çıxır. Yəni, İsa Qəmbər həm Elçi bəy məzuniyyətdə olduğuna görə prezident olur, həm Ali Sovetin sədri olur, o dövr ki, yəni Ali Sovetin sədri olur və üstəgəl də müdafiə naziri olur. Və çevriliş dediyim bu. Elə, indi bunlar cəmaatı ona buna şər atmaqla, ləkə atmaqla dedim mən, abur həyə yaxşı şeydir, bir özünüzə baxın, bir sağınıza solunuza baxın, bir düşünün nə danışırsınız. Siz axı kim də bilməsə özünüz bilirsiniz axı arxanızda nə var. Elə, və ona görə biraz nə bilim, mən gənə deyirəm, mən hər zaman dedim, indi biraz qərib gəlir adamlara. İndi Etibar Məmmədov, lap İlham Əliyev olsun, ha. Mən demişəm də, mən İlham Əliyevə düşmən zad deyiləm. Amma mən bu idarəetməni qəbul etmirəm. Bu idarəetmə dəyişməlidir, kökündən dəyişməlidir. Amma İlham Əliyevə belə şər atarsınızsa, ya belə o abırsızca, həyasızca adamın olmayan şeyi boynuna qoymağa çalışır, mən ona da qarşı gələcəm. Şeytana da şər atsanız, mən ona qarşı gəlirəm. O baxımdan mən Etibar bəyin vəkili zad deyiləm, amma mən bu proseslərin, bax, bayaqdan sizə danışdığım şeylər var. Bunların mən öyle taleyim belə gətirdim. Mən bunları görmüşəm, bilmişəm, yəni, xəbərim olub. Və bu qədər arxasında ayıb olan adamlar birdən-birə çıxıb kiməsə, bunların hamısı da bir qırağa. Bir daha sual budur. Hələ nə fal var, nə yumurta var. Elə, məktub varmı, yoxmu? Dövlət Şurası həqiqətdir mi, həqiqət deyilmi? Ümumiyyətcə belə bir şey varmı? Və dərhal məsələ çıxan kimi adamlar ard-arda çıxıb, Etibar Məmmədov da belə bir şey demişdi 30 ildən sonra. Bunu, bax, bu bağlantı niyə qururlar bunlar? Nədir bunların məqsədi? Mən də hesab elədim ki, bu cür yanaşma nə siyasətçiyə yaraşmaz, nə ümumiyyətcə zamanında yaxşı, doğru, yanlış, bunlar bəzən özlərinə parlaq dövlət xadimi zadı yazdırırlar. Nə dövlət xadimi kimi, dövlət adamı kimi bunlara yaraşan şey deyil. Nə də ümumiyyətcə insanlığa yaraşan şey deyil. Nə olur, hər ki bir şey olan kimi Etibar Məmmədov. Nədir bu Etibar Məmmədov? Etibar Məmmədov 20 ildən çox çəkilib gedib, evində, işində, gücündə, indi Allah işindən hər kəsə xeyir versin. Etibar Məmmədovun indi özünə görə biznesi var, fəaliyyəti var, filanı var. Yəni Etibar Məmmədovun konkret vergi ödəyir dövlətə, maaş alır, bilmirəm, orada indi pul qazanır adam. Siz necə yaşayırsınız bu 30 ildə? Ona görə deyirəm, o adı var, Türkiyə Başsavcılığından gələn xəbər. Bir ona aydınlıq gətirməyə əvəzən siz niyə durub olmayan, olsa belə heç bir mahiyyət daşımayan və ümumiyyətcə gerçəkdən də olmayan bir məsələlərlə cəmiyyətə nə mesaj vermək istəyirsiniz siz? Ona görə istədim bu şeyləri deyim. Və ən əsası da nədir? Əsas sual odur. Bunlar nədən narahat oldular ki? Nədən? Deyirəm də, fal yox, yumurta yox. Məktub varmı, yoxmu? Dövlət Şurası məsələn doğrudur, yanlışmı? Dərhal, Etibar Məmmədov da belə demişdi. Nə deməkdir? Demişdi, yaxşı eləmişdi demişdi. Sizə nə var? Siz də çox şey deyibsiniz zamanında. Deyə də gəlirsiniz, hə? Bir dəfə Etibar Məmmədov çıxdı, dedim mi ki, dünən əslində deyib də, cəfəngahdır. Doğrudan cəfəngah. Və bir şey də sizə deyim, beləsiz. Onu bir neçə də bəlkə də demişim efirlərdə, amma bu 93-cü ilin yeri gəlmişkən 4 iyunla bağlı tək Milli İstiqlal Partiyasının bəyanatı var ki, qoşunların Gəncədən Bakıya yürüş etməsi çevriliş cəhdidir. Tək Milli İstiqlal Partiyasının o dövrdə indi özündən çox dayanlar var, biz bilirdik, dövlət çevrilişi falan, heç nə, sənət yoxdur. Milli İstiqlal Partiyasının bəyanatı var, rəsmi bəyanatı ki, bu çevrilişi cəhdidir. Bir. İkinci, o zaman da Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov idi, konkret. Yəni Etibar Məmmədov istəməsə o bəyanat çıxmazdı. Bir də baxın, bu qədər
bir şeyler yaşanır, bir şeyler baş verir. Ve birdenbire adamlar sanki nedense narahat olup tez özlerini atırlar ortaya. Bu vakit böyle bir şey de olup ayıptı yani. Böyle ayıp şeylerin cemiyeti aldatmağa, cemiyeti oyalanmağa, yani cemiyete yanlış mesajlar vermeye çalışmayın. Ne alakası var? Etibar Mehmetov böyle bir teklif vermişti. 30 yıldan sonra niye değilsiniz ki bunu? Ve o zamanlar çok şeyler olub. Ama əsas məsələ nədir? Əsas məsələ odur ki, bunlar əslində indi Ramiz Mehdiyə çevriliş deyirlər, xəyanət, dövlətə xəyanət deyirlər. Əsl xəyanət bilirsiniz olub. Əsl xəyanət 93-cü ilin iyun ayında xalqın əlinlə qızıl teştə təqdim elədiyi hakimiyyəti, dövləti, indi xalqdan soruşmadan Heydər Əliyevə təhvil vermək xəyanətdir. Ondan o tərəf Heydər Əliyev düzmələdi, sərtmələdi, bu ölkə hansı yönə getdi, hansı yönə gedə bilərdi, onlar o sonraki işdir. Lazım gələrsə o vaxtda danışarıq, amma hakimiyyəti təhvil vermək və ölkədən hərə bir yana qaçıb rəsmən gizlənmək, ölkənin içində, ölkədən kənarda aylarla parik taxıb bu şəhərdə, nə bilim, ölkədə gəzmək tanınmasın deyə. Bu cür adamlar bugün belə ortaya çıxıb belə başını dik tutub geri kimi danışmağı adama biraz yani ben bu şeyləri doğru bulmuram. Və ona görə hesab elədim ki, bu şeyləri sizə deyim.